Burada həllimizin memarlığının qısa təsvirini görürük. ASP sistemi ayrıca virtual maşında yerləşən web xidmətlərə qoşulur. Web xidməti isə öz növbəsində REST API protokolu üzrə EQM portalına qoşulur. Gəlin indi isə çıxış fakturaların portala göndərilməsi prosesini nəzərdən keçirək. İlk olaraq biz ASP sistemində yaratdığımız bütün lazımi fakturaları seçirik. Sonra xüsusi proqramda göndər düyməsini basırıq. Bundan sonra proqram bizim fakturalarımızı paketlər üzrə qruplaşdırmağa başlayır. Hər bir paketdə maksimum 200 sənəd ola bilər. Məsələn, əgər 1000 sənəd seçsək, proqram onları 5 paket üzrə ayıracaq və ardıcıl olaraq göndərməyə başlayacaq. Göndərmə zamanı ASP göndərmə statusu ilə bağlı daimi elektron e-mail bildirişlər alacaq. Sənədlərimiz portala yüklədikdən sonra imzalama prosesi başlayır. Bu zaman istifadəçi asan imzadan mobil telefonuna bildiriş alacaq. Onu təsdiqlədikdən sonra sənədlərimiz portalda imzalanacaq və ASP-də imzalanmış kimi qeyd olunacaq. İndi isə daxil olan fakturalar və EQM prosesinə nəzər salaq. Bu proses EQM portalına daxil olan bütün fakturaların yüklənməsi ilə başlayır. Biz xüsusi bir proqram yaratdıq ki, o portala qoşulub və bizə lazım olan sənədləri yükləyəcək. Bundan sonra EQM sənədlərin ASP sənədləri ilə uyğunlaşdırma prosesi başlayır. Bu, uyğunlaşdırma avtomatik həyata keçirilir. Lakin ASP daxil etdiyimiz məlumatlar və EQM portalında əldə olunan məlumatlar arasında hər hansı uyğunsuzluq olsa, onları əl ilə uyğunlaşdırmaq mümkündür. Ayın sonunda biz fakturalarımızı zərurətə uyğun olaraq yoxlamalıyıq. Onların ödəyib ödəmədiyimizi yoxlamalıyıq. Fakturalar həm tam şəkildə, həm də qismən nəzərə alına bilər. Bu yolla bütün hesablamalardan sonra zərurət olan məbləğ bir ədəbi hesabdan o biri hesaba köçürüləcək.